edilib. Maskat şəhərində baş tutan bu əlamətdar tədbir iki ölkə arasında diplomatik münasibətlərin inkişafında yeni bir səhifə açıb. 28 may Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Oman Sultanlığındakı səfirliyi tərəfindən tarixdə ilk dəfə olaraq rəsmi qəbul və ziyafət təşkil edilib. Maskat şəhərində baş tutan bu əlamətdar tədbir iki ölkə arasında diplomatik münasibətlərin inkişafında yeni bir səhifə açıb. Tədbirdə fəxri qonaq qismində Oman Sultanlığının Ali Təhsil, Elmi Tədqiqatlar və İnnovasiyalar Naziri xanım Rahma bin İbrahim Al-Mahruqi iştirak edib. Ziyafətə həmçinin Omanın dövlət və hökumət təmsilçiləri, Oman Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, Omanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan icmasının nümayəndələri, yerlikivlər və iş adamları qatılıb. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Oman Sultanlığının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən Azərbaycanın Oman Sultanlığındakı səfiri Rəşad İsmailov 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin Müsəlman şərqində ilk demokratik parlament respublikası olduğunu xüsusi vurğulayıb. Səfir qeyd edib ki, Cumhuriyyət cəmi 23 ay davam etməsinə rəğmən mövcudluğunun ilk günlərindən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirib. Bugün ilk dəfədir ki, Oman Sultanlığında Azərbaycan Respublikasının Müstəqillik Gününü rəsmi qeyd edirik. Ötən ildən fəaliyyətə başlayan ölkəmizin Omandakı səfirliyi bu əlamətdar günü Omanın rəsmi şəxslərinin, diplomatik nümayəndəliklərinin, rəhbərlərinin, media nümayəndələrinin və Omanda yaşayan soydaşlarımızın iştirakı ilə keçirir. Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində uğurlu əməkdaşlıq əlaqələri vardır. Və bu münasibətlər də bugün tam sürətlə davam edir. Bugün Azərbaycanın qələbə və nailiyyət dolu şanlı tarixinin yüksək əhval-ruhiyyə ilə Oman Sultanlığında qeyd edilməsi bizim üçün böyük bir şərəfdir. Bu böyük həqiqətin altında isə bir imza var. Ali Baş Komandan Prezident İlham Əliyev. Tədbir çərçivəsində Azərbaycanın zəngin turizm imkanlarını və tarixi abidələrini əks etdirən video çarxlar da nümayiş etdirilib. Ölkəmizdən gələn sənətçilərin ifasında milli musiqi parçaları səsləndirilib. Gecədə ən yadda qalan anlardan biri isə pianoda balaca Oman sakini, Omanda yaşayan Azərbaycanlı Səidə Xəlilovanın şagirdi Süleyman Al-Fahdinin Əzzə Mustafazadənin Bumerang kompozisiyasını möhtəşəm şəkildə ifa etməsi, eyni zamanda balaca Süleymanın pianoda müşayiəti ilə gənc müğənni Arzu Həsənlinin ifasında səslənən Sarı Gəlin xalq mahnısı olub. Bu gözəl ifalar hər kəsin qəlbini oxşuyub və musiqinin beynəlxalq sərhəd tanımadığını bir daha sübut edib. Tədbir ziyafətlə davam etdirilib və süfrəyə Azərbaycanın zəngin milli mətbəxinin incisi sayılan şah plov gəlib. Qonaqlar plovun möhtəşəm dadına heyran qalıblar. Həmçinin mətbəximizin digər ləziz nümunələri və ölkəmizlə bağlı xatirə hədiyyələr də təqdim edilib. Bu tədbir Azərbaycan və Oman arasında diplomatik əlaqələrin qurulmasından sonra iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin Oman cəmiyyətində tanıdılmasına və gələcək əməkdaşlıqlar üçün yeni imkanların açılmasına mühüm töhfə verib.